Ötən gün Mərakeşin paytaxtı Rabat İSESKOT marafonunun 3-cü buraxılışına ev sahibliyi edib. İdman, güclənmə və inklüziv sosial-iqtisadi inkişaf yolu şüarı ilə keçirilən tədbirdə müxtəlif yaş qruplarından təxminən 700 iştirakçı finiş xətti üçün mübarizə aparıb. Marafon İSESKO'nun baş direktoru Dr. Əlmalik tərəfindən açıq elan olunub və təxminən 9 kilometrlik marşrut üzrə təşkil edilib. Tədbirdə həm böyüklər, həm də uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan idmançılar və diplomatik korpus nümayəndələri iştirak ediblər. Azərbaycandan Dr. Tutu Zeynalova da bu marafonda yer alıb. Hatırladaq ki, o CBC Sportun efirində yayımlanan Ay Həkim verilişinin siması olub. Yarışdan sonra fərqlənən idmançılar medal və mükafatlarla təltif olunublar. Birinci yerin sahibi isə Mərakeşdən kənara tam qarşılanan bir həftəlik səyahət qazanıb. Bütün iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, İSESKO'nun sosial və humanitar elmlər sektoru tərəfindən təşkil olunan tədbirin məqsədi idman vasitəsilə sosial inteqrasiya, sülh və sağlam həyat tərzini təşviq etməkdir.